Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Növbəti dərsimiz çoxmənalı sözlər haqqında olacaq. Çoxmənalı sözlər ümumiyyətlə nə olduğu haqqında məlumat verək. Çoxmənalı sözlər nə zaman yaranır? Bir sözün birdən artıq məna ifadə etməsi ilə yaranır, amma bir-birinə bənzər mənalar. Yəni, amonimlərlə çoxmənalı sözlər əslində fərqli anlayışlardır. Amonimlərlə çoxmənalı sözləri qarışdırmaq olmaz. Amonimlərin ifadə etdiyi məna bir-birindən tamamilə fərqlidir. Məsələn, don sözündə donmaq ilə don geyim arasında heç bir əlaqə yoxdur, bənzərlik yoxdur. Amma çoxmənalı sözlərdə məna cəhətdən bir-birinə bənzərlik olur. Yəni, eyni mənanın məcaziləşmiş forması yaranır. Bir məna əgər həqiqi mənada işlənirsə, çoxmənalı söz olduğu zaman həmin sözün mənanın məcaziləşmiş forması yaranır. Daha ətraflı necə izah edə bilərik bunu? Məsələn, ayaq sözü. Ayaq sözü çoxmənalı sözdür. Niyə biz buna çoxmənalı söz deyirik? Ayaq sözü həqiqi mənada yerimək funksiyası daşıyan bir üzvdür, bədən üzvüdür. Burada məsələn qan damar sistemi olur, daha sonra dəri örtüyü olur. Yəni biz ayaqdan nə üçün istifadə edirik? Yerimək üçün, ayaq üstə dayanmaq üçün istifadə edirik, düzdür? Bu olur onun həqiqi mənası. Yerimək üçün üzv. Və yaxud da ayaq üstə dayanmaq üçün istifadə etdiyimiz üzvdür. Lakin ayağın bənzər formada məcazi mənası da var. Yəni eyni funksiyanı daşıyan, amma məcazi formada işlənən forması var. Məsələn, deyirəm ki, tutaq ki, stolun ayağı. Burada ayaq sözü yenə də yəni stolun ayağı da əslində ayaq üstə dayanma funksiyası daşıyır. Amma niyə görə biz bunun məcazi məna deyirik? Məcazi mənada ona görə deyirik ki, buna bu həqiqətən ayağın funksiyasını daşımır axı. Ayaqdan biz yerimək üçün istifadə edirik. Sonra məsələn canlı orqanizmdir, dəri örtüyü olur, qan damar sistemi olur. Biz hərəkət edirik onunla. Amma stolun ayağı olanda o hərəkət etmir. Sadəcə olaraq bənzərlikləri, aralarında bənzərlik odur ki, hər ikisi ayaq üstə dayanmaq üçün, yəni dik dayanmaq üçün istifadə olunan bir şeydir. Lakin birində həqiqi mənada işlənib, digərində məcazi mənada. Daha sonra məsələn qol sözünü deyə bilərəm. Bunu da deyim ki, qol sözünün həm amonimliyi olur, həm də çoxmənalılığı olur. Amonimlər haqqında növbəti videoda danışacağam sizlə. Hal-hazırda çoxmənalı sözlərdən danışırıq. Ona görə amonimlərlə çoxmənalıların hər ikisini bir yerdə izah etsəm biraz qarşılıq olacaq. Qol sözü, yəni bu da ayaq kimi insanın bədən üzvüdür. Qoldan da biz nə isə tutmaq üçün, götürmək üçün, daşımaq üçün istifadə edirik. Yəni insanın bədən üzvüdür. Bu həqiqi mənada işlənmiş variantıdır. Məcazi mənada işlənən variantı isə, yəni çoxmənalı olan variantı isə, məsələn, deyirəm çayın qolu. Bəs burada bənzərlik nə ola bilər? Məsələn, bədən üzvü kimi işlənəndə və yaxud ağacın qolu da işlədə bilərəm bunu. Ağacın qolu. Bunu bənzərlik cəhətdən necə əlaqələndirə bilərik? Bədən üzvü kimi istifadə etdiyimiz qol insanın bədənindən, bədən hissəsindən kənara çıxan hissəsidir, düzdür? Ağacın qolu və çayın qolu da çay əsas hissəsi var, çayın, yəni axma hissəsi var. Çaydan ayrılan başqa bir su axarına da çayın qolu deyirik. Yəni bir çayda çaydan müxtəlif mövqelərdə, istiqamətlərdə axarlar olur, çay axarları. Bunlara isə deyirik çayın qolu. Məsələn, çay düz formada axır, ondan bir qol ayrılır, başqa bir tərəfə axır. Və yaxud da ağacın qolu da deyəndə, ağac düz formadadır, əsas hissəsi gövdəsidir. Ağacın gövdəsindən kənara çıxan hissələrinə isə ağacın qolları deyirik. Yəni, burada əslində məna cəhətdən və funksiya cəhətdən bənzərlik çoxdur. Ona görə də biz deyirik ki, məcazi mənalı sözlər çoxmənalılıq yaradırlar. Yəni, ümumiyyətlə çoxmənalılığın içərisində məcazilik mütləqdir. Mütləq şəkildə olur. Ola bilməz ki, çoxmənalı söz olsun, amma onun içərisində məcazilik olmasın. Çünki həqiqi funksiya daşıyan bir şey var. Məsələn, həqiqətən bunu ediriksə, məsələn, tutmaqdır. Əgər mən nə isə tuturamsa, stəkanı tuturam və yaxud kitabı tuturam əlimdə, bu tutmaq həqiqi mənada işlənir. Amma, məsələn, dilək tutmaq, arzu tutmaq,
Bu tipli sözlərdə isə, bu tipli birləşmələrdə isə tutmaq sözü məcazlaşıb, yəni məcazi formada işlənib. Demək ki, tutmaq sözü çoxmənalı formada işlənə bilir. Daha çox feillər, bir də bədən üzvləri. Amma digər nitq hissələrində də ola bilər. Daha çox feillərdə var çoxmənalılıq yaradan sözlər. Bir də isimlərdə, isimlərin arasında da bədən üzvlərimiz var. Buna məsələn burun sözü də daxildir. Burun. Burun sözü məsələn insanın burnu kimi, məsələn bu qoxu almaq üçün istifadə etdiyimiz üzvdür. Düzdür, duyğu üzvümüzdür. Amma ikinci bir forması məsələn gəminin burnu, ayaqqabının burnu. Bunu biz hansı cəhətdən bir-birinə bənzədə bilərik? Gəminin burnu da, insanın burnu əvvəlcə həqiqi mənasını izah eləyək. İnsanın burnu insanın üzündən kənara çıxan hissədir. Yan hiss tərəfdən dayananda üz cizgilərimizdən, üz hissəmizdən kənara çıxan hissədir və öndə dayanan hissədir. Həmçinin gəminin burnu da, ayaqqabının burnu da ayaqqabının öndə olan hissəsidir. Yəni ayaqqabının formasından kənara çıxan hissəsinə deyilir. Eyni zamanda gəminin burnu da buna daxildir. Daha sonra göz sözü, məsələn bədən üzvlərimizdən çoxmənalılıq yarada bilər. Göz görmək üçün bizim orqanımızdır. Lakin məcaziləşib işlənəndə, yəni çoxmənalılıq yaratdıqda digər məcazi mənası isə məsələn şkafın gözü kimi işlədə bilərik. Burada görmək məzmunun əsas götürsək, deməli bənzərlikləri nə olacaq? İnsan gözləri ilə görür. Biz də şkafın gözünə baxanda, məsələn şüşəli olur da normalda. Şkafın qapağı və yaxud da şkafın gözləri bölgü-bölgü formasında olur. Biz şkafın gözündən baxanda, yəni o bölgülərin içərisindən baxanda şkafın içərisində nə olduğunu görə bilirik. O cəhətdən bənzərlikləri var. Ümumiyyətlə çoxmənalı sözlər bənzərlik əsasında olur. Bənzətmə əsasında olur. Əksər vaxt bənzətmədən istifadə olunur. Daha sonra məsələn dil sözüdür. Dil sözünün də qol sözü kimi həm amonimliyi mənası var, həm də çoxmənalılığı var. Dil, dilin forması, yəqin ki, insan dilinin formasını bilirsiniz. Uzun oval formasındadır. Ayaqqabının dili də, məsələn, bu formada, forma cəhətdən bənzəyir. Eyni zamanda bunu iki cür bənzətmə ola bilər. Ayaqqabının dili olduqda, bu forma cəhətdən bənzəyir. Həqiqi mənaya, yəni insanın dilinə, ayaqqabının dili forma cəhətdən bənzəyir. Amma qarmonun dili kimi işlədəndə, qarmonun dili kimi işləndiyi halda deyirik ki, burada səs mənasında işlənir. Biz necə ki, dilimizlə danışırıq, dildən danışıq üçün istifadə edirik. Qarmonun dili və yaxud pianonun dili, hər hansısa musiqi alətinin dili dedikdə, o da dil, yəni səsini, səs çıxarma cəhətdən bənzəyir ona. Yəni bu mənası ilə bu mənası hər ikisi çoxmənalılıq yaradıb. Yəni bunları siz çoxmənalı söz kimi götürəcəksiniz. Həm ayaqqabının dili formasında işlənəndə, həm də qarmonun dili olanda çoxmənalı məna taylarıdır bunlar. Amma biri başqa cəhətdən bənzərlik yaradıb, digəri isə başqa bir cəhətdən bənzərlik yaradıb. Eyni zamanda məsələn ətək sözü hansı cəhətdən bənzəyir, bənzərlik yaradır? Məsələn, ətək sözünü deyirəm ki, şalvarın ətəyi. Şalvarın ətəyi parçadan olur. Bir də şalvarın ən son aşağı hissəsində yerləşir. Lakin, məsələn, dağın ətəyi deyirəmsə, bu da dağın aşağı hissəsində yerləşir. Ətək. Bu da aşağı hissədə yerləşmə cəhətindən bir-birinə bənzəyir. Dağın ətəyi və yaxud da deyirik ki, şalvarın ətəyi. Şalvarın ətəyi ilk yaranan formasıdır, yəni bu həqiqi mənadadır, amma dağın ətəyi kimi işlətdiyimiz halda bu məcazi formada olur. Bir də unutmayın ki, çoxmənalı sözlərdə hər zaman birinci həqiqi mənanı deyirik. Həqiqi mənanı. Niyə həqiqi mənanı deyirik? Çünki biz həqiqi və məcazi mənanı keçəndə demişdik ki, əgər sözün birinci həqiqi mənası yaranır, yəni ilk olaraq sözün birinci həqiqi mənasından istifadə edirik biz, zamanla isə ona bənzədərək məcazi mənadan istifadə edərək məcazi mənasını yaradırıq. Yəni bənzərlik əsasında, məcazilik onsuz da bənzərlik əsasında yaranır. Başqa məsələn buna nümunələr, məsələn digər feillərdə, məsələn və yaxud da isimlərdən kitab sözünü nümunə gətirə bilərik. Kitab sözünü elə həqiqi və məcazi mənada işlətmişdim mən sizin üçün. Məsələn deyirəm ki, tutaq ki, oxuduğumuz kitab. Bir də deyə bilərik ki, məsələn, ömür kitabı. Oxuduğumuz kitab həqiqi mənada işlənib.
Lakin ömür kitabı isə məcazi mənada işlənib. Demək ki, kitab sözünü də biz çox mənalı söz kimi işlədə bilərik. Dərsimiz bu qədər. Sağ olun, hələlik.